Allahın aslanı Əli əleyhissalam Nəhcül Bəlağənin 14-cü hikmətində buyurur: Mən dayya'ahul əqrəb utihə ləhul əb'ad. Kimi öz yaxınları zay etsə, onun üçün uzaqdakılar hazırlanar. Yəni, hansı insanı öz yaxınları zay etsə, ondan imtina etsə, onun istedadlarını görməzdən gəlsə, onu məsələn məsxəriyə qoysa, məsələn incitsə, məsələn ondan lazımi şəkildə faydalanmasa, uzaqdakılar onu qəbul edər. Uzaqdakılar ondan istifadə edər. Bu iki kəlmə sözdə çox geniş, dərin psixoloji məqamlar yatır. Baxın, alimlər bu sözə iki formada məna veriblər. Bəzi alimlər buyururlar, Əli əleyhissalam burada demək istəyir ki, əgər yaxınlarınız sizi rədd edirsə, yaxınlarınız sizin qədrinizi bilmirsə, Allahın sizə verdiyi istedadları görməzdən gəlirsə, narahat olmayın. Allah uzaqlardan kimlərsə hazırlayar ki, onlar sizi qəbul edərlər, istedadlarınızı görərlər, sizin varlığınızın faydalarından faydalanıb sizin də qədrinizi bilərlər. Bir başqa məna bundan ibarətdir ki, əgər yaxınlarınız sizin qədrinizi bilmirsə, narahat olmayın. Allah Teala sizin qədrinizi bilər. Allah Teala başqa yerlərdə kimlərisə yaradar, təhkim edər ki, sizi qəbul etsinlər. Amma başqa mənası budur ki, yaxınlar tərəfindən rədd olunan, təcrid olunan, sıxışdırılan şəxs düşmənin əlinə düşər. Özgələr, əcnəbilər, yadellilər onu qucaqlayar. Sənin yaxının səni qəbul etməsə, yadelli səni qəbul edər və səndən yaxşı faydalanmaz, səndən sui-istifadə edər. Yəni, bu ikinci mənada yaxınlara xəbərdarlıqdır. Ətrafınızdakıların qədrini bilin, istedadlarını dəyərləndirin. Allah hər bir insanın varlığında, vücudunda bir nemət qoyub, bir istedad qoyub, bir şirinlik qoyub, bir xasiyyət qoyub. Onu siz rədd etməyin. Nemətdir bu. Neməti sanki həmişə belə olmalıymış kimi qəbul etməyin. Günlərin bir günündə o nemət sizdən uzaqlaşar, yadellilər ondan pis faydalanarlar. Misallarla biz bu məsələni izah etsək daha yaxşı olar, elə bilirəm. Baxın, qız uşağıdır, ailədə qız uşağıdır. Ata anadan məhəbbət tələb edir, sevgi istəyir, diqqət tələb edir. Əgər ona sevgi göstərilsə, diqqət göstərilsə, o çox gözəl bir savadlı xanım olar, çox gözəl bir alim ola bilər, çox gözəl qayğıkeş bir ana ola bilər, bir həyat yoldaşı ola bilər, bir xoşbəxt ailənin təməlini qura bilər, o ailədən dünyaya gələcək övladlardan vətənə gözəl vətəndaşlar, ümmətə gözəl müsəlmanlar, Allaha gözəl bəndələr təqdim edə bilər və s. və ilə. Amma ya ata, ya ana, ya hər ikisi, ya bacı qardaş, ya qohum əqraba, xala, bibi, dayı, əmi fərqi yoxdur. Yaxınlardan kimsə ona məhəbbət göstərməsə, günlərin bir günü, bir oğlan duyuq düşsə ki, bu qızın qayğıya ehtiyacı var, məhəbbətə ehtiyacı var, ona yalançı məhəbbət göstərər, yalançı qayğı göstərər və bir də görərsən, sənin qızın gedib çox əxlaqsız,
cəmiyyətə faydası olmayan, zərərli bir ünsürün həyat yoldaşı oldu. Və bunun səbəbkarı kimdir? Səbəbkarı yaxınlardır. Övladdır, oğlandır, qızdır, fərqi yoxdur. Ona xala məhəbbəti lazımdır, bibi məhəbbəti lazımdır, dayı məhəbbəti lazımdır, əmi məhəbbəti lazımdır, ata məhəbbəti, ana məhəbbəti, qardaş sevgisi, bacı qayğısı lazımdır. Amma bunları görməyəndə, babadan, nənədən, digər yaxınlardan bunları görməyəndə, o həmin məhəbbəti yad ünsürlərdə axtarmağa başlayır. Ya görürsən gedir bir pis vərdişlərin məşhur olduğu qrupa düşür, çevrəyə düşür, məhv olur. Ya əxlaqi baxımdan problemi olan bir oğlana qismət olur, qız olursa. Hərsən ki, həmişə belə olmur. Amma bu təhlükə həmişə var. Əli əleyhissalam buyurur ki, yaxınlar, yaxındakılar, ətrafındakilərin istedadlarını, ehtiyaclarını ödəsinlər, istedadlarından faydalansınlar. Yoxsa o başqa ünsürlərə nəsib olur. Digər məna üçün bir misal. Siz yaxındakıların istedadından faydalanmazsınız, sabahı gedər başqalarına o faydanı verər. Müsəlman xalqlarının nə qədər istedadlı beyinləri bugün kafirlərə xidmət edir. Nə qədər müsəlman beyinlər bir də ayırırıq ki, qeyri-müsəlmanların və müsəlmanlara düşmən olanların laboratoriyalarında görünürlər. Biz tarixə də baxanda, Sovet hakimiyyəti illərinə də baxanda nə qədər Azərbaycanlı istedadlar onların, məsələn, kosmik mərkəzlərində çalışırdı. Heç xəbərimiz yox idi. Bir də ayırırdıq ki, orada bizim vətəndaşımız var, dünyaca məşhurdur. Peyğəmbərin özü Məkkə, Qureyş onu qəbul etmədiyi üçün getdi Mədiniyə. 420 kilometr uzağa köç etdi. Özü də o dövrdə. Avtomobil olmadığı, normal nəqliyyat olmadığı dövrdə, dəvə belində, at belində, susuz səhralarla 420 kilometr uzağa. Məyər Məkkə şəhərinin ətrafında qəbilələr yox idimi? Çox idi, var idi. Məlum olur ki, heç biri qəbul etmədi. Heç biri qəbul etmədi. 13 il müddətində Peyğəmbər sallallahu aleyhi və aleyh nə deyirdi ki? Deyirdi, mən Peyğəmbərəm, gəlmişəm sizi izzətli edim, şərəfli edim, alicənab edim, sizi nəfsinizə ağa edim, nəfsinizi sizə ağa etməyim. Sizi dünyaya mədəniyyət gətirən bir xalqa çevirin, bir tayfaya, qəbiliyə çevirin. Amma qəbul etmədilər. 420 kilometr məsafəni qət etdi Ovs və Xəzrəc qəbiləsi Mədinə şəhərindən, o vaxtki Yəsrib şəhərindən gəldilər Məkkədə, Qureyşdə Peyğəmbəri belə demək mümkünsə ovladılar ki, burada bir istedad var. Və bu şərəf Mədiniyə nəsib oldu, bu şərəf Ənsara nəsib oldu. Pislik Qureyşə qaldı. Niyə? Onun istedadını görməzdən gəldilər, zay etdilər. 13 il müddətində olmazın işgəncələr verdilər Peyğəmbərimizə. Hər sahədə belədir, əzizlər, hər sahədə belədir. Görürsən bir kənddə, bir şəhərdə, bir qohum-əqraba içində bir istedad var. Görürsən, hamı onu istehzaya qoyur, hamı onu məsxərəyə qoyur. Məsələn, bu istəyir məşhur bir idmançı olsun, hamı onu məsxərəyə qoyur ki, səndən bir şey çıxmaz, boş-boş əziyyət çəkmə, sən filan kəsin oğlusan, sən filan kəsin qohumusan, sizdən heç vaxt heç nə olmayıb. Bir də görürsən, getdi başqa bir ölkədə, başqa bir məmləkətdə, başqa bir şəhərdə dünya çempionu oldu. Bizim ola bilərdi, o bizim ola bilərdi. Bir ruhani tələbə öz kəndində, öz şəhərində, öz məhəlləsində, öz qohumları arasında başından bastırılır, məsxəriyə qoyulur, şəxsiyyəti sındırılır. Filan kəsin oğlu filan kəs. İllər keçir, bir də ayılırlar ki, bu adam gedib başqa bir şəhərdə, məmləkətdə məşhur bir ruhani olub, hamı hörmət eləyir, hamı əllərini öpür. Bir istedadlı gənc
alim ola biləcək bir şəxs, dahi ola biləcək bir şəxs. Görürsən öz elində, obasında təhqirə məruz qalır, şərait yaradılmır oxumasına. Bir də görürsən başqaları gəlirlər, alırlar, aparırlar, böyük bir ixtiraçı oldu, bir kəşf edən alim oldu və sair və ilaxır. Bütün sahələrdə bu mümkündür. Bütün sahələrdə bu mümkündür. Odur ki, Əleyhisselam buyurur, Mən dayya'ahul əqrəb, utihə ləhul əb'ad. Kimi yaxınları zay etsə, başqaları onu qəbul edər. Uzaqdakılar onu qəbul edər. Burada bir neçə mesaj var. O yaxınlara mesaj var ki, ehtiyatlı olun. Ətrafınızdakı insanlara məhəbbət göstərin. Onların istedadlarına afərin deyin, bərəkallah deyin, əhsən deyin, təşviq edin. Görürsünüz ki, bunu xalq sevir, siz də sevin. Görürsünüz ki, hamı bunu gözünün üstündə saxlayır, siz niyə qapazaltı saxlayırsınız? Yoxsa bilirsinizmi nə olar? Yoxsa bu olar ki, o sizin fəxriniz, iftixarınız olmaqdansa gedər başqalarının fəxri, iftixarı olar. İkincisi, həmin adamın özünə mesajdır ki, ruhdan düşmə, özgüvənin əldən getməsin. Səni yaxınların qəbul etmədi, yox, hamının yaxını adamı qəbul etməz. Quran-ı Kərim buyurur ki, İnnə min əvladikum və əzvacikum haduvən ləkum. Təxminən bu məzmunda bir ayə var Quran-ı Kərimdə. Buyurur ki, bəzi həyat yoldaşları düşməndir, bəzi övladlar düşməndir, hamısı yox. İnsan gərək həyat yoldaşına, övladına bacardığı qədər məhəbbət göstərsin. Çünki o da bu deyilənlər sırasındadır. Amma bəzən görürsən ki, yox, bu dost olmaq istəmir. Bu sənin istedadını zay edir, səni məhv edir. Narahat olma. O tihə ləhul əb'ad, Allah uzaqlarda birisini hazırlayıb ki, səni qəbul etsin və sənin istedadlarını çiçəkləndirsin. Peyğəmbər sallallahu aleyhi və alihin öz doğma, genetik, bioloji, qanı qanından, canı canından olan əmisi Əbu Ləhəb, Allah ona lənət eləsin, Peyğəmbəri nəinki qəbul etmədi, onun ən böyük düşməninə çevrildi. Amma Bizansdan Süheyb gəldi, Peyğəmbərə səhabə oldu. İrandan Fars Salman gəldi, Peyğəmbərə səhabə oldu. Afrikadan Zənci Bilal gəldi, Peyğəmbərə səhabə oldu. Efiopiyadan Nəcaşi padişah Peyğəmbərə səhabə oldu. Odur ki, insan gərək ruhdan düşməsin. Üçüncü mesaj da uzaqdakılarıdır. Gördünüz ki, bir dəstənin içində bir istedad var, bir nur var, bir fayda verəcək bir şəxs var. Qoymayın zay olsun. Yaxınları qəbul etmir, deməyin ki, onların adamıdır, qəbul etsinlər, mənə nə dəxli var. Belə deməyin. Hazır olun onu qucaqlamağa, ona qucaq açmağa, onu səyləndirməyə. Çünki hamı Allahın bəndəsidir və Allah Teala hamıdan sorğu soruşacaq ki, sən bir istedadı gördün, bir şəxsi gördün, bir heysiyyətin zay olduğunu gördün, nə reaksiya verdin? Bu hələ qısa bir açıqlama idi. Baxın, Əleyhisselamın bu bir kəlmə sözünün altında nələr var? Mən dayya'ahul əqrəb, utihə ləhul əb'ad. Nəhcül Bəlağa 14-cü hikmət. Yaxınları tərəfindən zay edilən adam uzaqlar tərəfindən qəbul edilər. Sən onun biyoloji yaxınısan, sən onu zay edərsən, o gedər, qeyri-biyoloji bir yaxın tapar, dost tapar və o, həmin o şəxsin sənin görmədiyin tərəflərini görər və onu qucaqlayıb istedadlarını çiçəkləndirər. Allah amanında qal.